Mənimlə bir gün videosunu daha mart ayından çəkmişəm, ancaq indi imkan tapıb paylaşa bilirəm. Yəqin başa düşürsünüz məni. Deməli, saat 6-da durub biraz özümü qaydasına saldıqdan sonra hərəkətə keç funksiyamı işə saldım. Artıq işləyən və hədiyyələrim də otaqda məni gözləyir. 8 mart ən sevdiyim bayram olaraq favoriliyini qoruyur. Rahatlaşmırıq, hələ bağçamızda uşaqların çıxışı var və biz hazırlaşırıq. Bu da mən, psixoloq, animator, uşaqların feyası, uşaqları dəstəkləməyə gəlmişəm. Növbəti tapşırıq üçün yollanıram və burada artıq məni psixoloqluqdan çıxarıb konfet edirlər. Hazırlaşırıq böyük bir gecəyə. Burada özümlə aşk yaşayıram, o boyda hazırlaşmışam, dəydi məncə. Rəfiqələrlə tanspolda keyfim əlbəttə ki kök olacaq. Bu da gecə 12 və mənim faytonum balqabağa dönüşür və burada evdəyəm, yuxu oluyuram. Ancaq yatmaq tezdir, kursumun modullarını hazırlayıram. Yorğunluğa bir samavar çayı ilaç kimi gəldi. İşlər və planlar isə rahatlıq vermir. Həyəcanla işə davam edirəm. Bəsdir, gedim yatım, yastığımı qucaqlayım. Bu da mənim həyatım, iş və tanspol arasında. Sizcə maraqlıdır bu cür yaşamaq?